Açıq xəbər efirdədir. Gələn aydan ölkədə fəaliyyət göstərən mobil operatorların qiymətləri aşağı salına bilər. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi açıqlama verib. Belə hesab olunur ki, mobil operatorlara bu adımı atmağa nömrə daşınması xidmətinin tətbiq edilməsi vadar edəcək. Bəs ölkədə hələ 2008-ci ildən tətbiq olunmasına dair müzakirələrin başlandığı bu xidmətin mahiyyəti nədən ibarətdir? Və ölkənin 3 böyük mobil operatorunun proseslə bağlı hazırlıqları nə yerdədir? Mobil nömrənin daşınması hazırki 7 rəqəmli mobil nömrənizi 050, 051, 055, 070 və 077 prefikslərindən istənilən birinə abunəçisi olduğunuz mobil operatordan digərinə daşımaq imkanı yaradır. Mobil nömrə daşınmasının tətbiqindən sonra artıq istifadəçilər öz köhnə nömrələrini saxlaması üçün hər hansı bir operatorun xidmətlərini istifadə etmək məcburiyyətində qalmayacaqlar və öz nömrələrini kodları ilə birgə digər operatorun şəbəkəsinə daşıya biləcək. Bu da öz növbəsində onlara mobil operator bazarında ən sərfəli tarif və təkliflərdən istifadə etmək imkanı yaradacaq. Mobil nömrənin daşınması telefon nömrəsini dəyişmədən mobil rabitə operatorunu dəyişmə imkanı deməkdir. Bununla da abonentlərin mobil operatorlardan asılılığı aradan qalxır. Mobil operatorların nömrə daşınması xidmətinə hazır olub-olmadığını və bunun tariflərə təsir edib-etməyəcəyi ilə maraqlandıq. Azərbaycan Telekomun prezidenti Kiril Qaburiç rəhbərlik etdiyi mobil operatorun son bir neçə ildə qiymətlərinin ucuzlaşdığını, bununla belə xidmətin tətbiq edilməsinin tariflərin aşağı salınmasına təsirsiz ötüşməyəcəyini də istisna etmir. Bu xidmət tətbiq olunduqda müştərinin hansı mobil operatoru seçərkən rabitənin və xidmətlərin keyfiyyətinin yüksək olması vacib kriteri olacaq. Bundan əlavə, onsuz da rəqabətin olduğu mobil operator bazarında rəqabət daha da dərinləşəcək. Bu da yaxşıdır, çünki mobil operator olaraq bu bizi inkişaf etməyə, investisiya və yeni texnologiyalar və xidmətləri cəlb etməyə və nəticə itibarilə xidmətin yeni səviyyəsinə çatmağa vadar edəcək. Narmobile'da da mobil nömrə daşınmasının tətbiq olunmasına hazırlıq üçün bir çox işlərin görüldüyü deyilir. Şirkətin marketinq üzrə baş mütəxəssisi Max Fedorov hazırda təklif edilən tariflər və keyfiyyət münasib olduğu üçün mobil nömrə daşınması ilə əlaqədar yeni qiymət endirilməsi barədə düşünmədiklərini söylədi. Biz mobil nömrə daşınmasının tətbiqinə həm texniki, həm kommersiya nöqteyi nəzərdən tam hazırıq. Bizim bu nömrə daşınması sistemindən gözləntilərimiz çox pozitivdir. Biz inanırıq ki, bu sistem qüvvəyə minəndən sonra bir çox abunəçilər bizə qoşulub, bizim verdiyimiz keyfiyyətdən və qiymətdən istifadə etmək istəyəcəklər. Digər mobil operator Bakseldə də bu prosesin Azərbaycanın telekommunikasiya bazarında rəqabətliyi artıracağı qənaətindədirlər. Şirkət rəhbərliyi jurnalistlərə açıqlamasında xidmətin tətbiq olacağı təqdirdə abunəçilərə seçim üçün daha çox imkanlar veriləcəyi və rəqabətin artacağını söyləyib. Xidmətin abunəçilərin xeyrinə olacağını deyən mobil operator, həmçinin çox sayda abunəçinin öz nömrəsi ilə Baksel şəbəkəsinə miqrasiya edəcəyini gözlədiklərini açıqlayıb. Hər halda tariflərin aşağı salınması xidmətin tətbiqindən, başqa sözlə abunəçilərin seçimindən sonra bəlli olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rəqabət mühitinin yaranacağına inanırlar. Xarici praktikaya nəzər salaq. Mobil nömrə daşınmasının istifadəyə verdiyi ölkələrdə xidmət ödənişsiz yaxud ödənişli 30 manatadək, ölkələrə görə 3-4 saatdan 1 aya qədər aktiv edilmə müddəti ilə xidmət göstərir. Məhz xidmət haqqının ödənişli olması və bu müəyyən müddət apardığı üçün MDB məkanında ölkələrdə mobil nömrə daşınması heç də hamısında uğurlu deyil. Məsələn, qonşu Gürcüstanda prefiksi dəyişməyə istədiyin zaman icazə verilir və xidmət pulsuz olduğu üçün bu təcrübə çox uğurlu tətbiq edilib. Digər qonşumuz Rusiyada ölkənin böyük və texniki nöqteyə nəzərdən çətin, xidmətin isə pullu 3 manatadək olması bu sistemin tətbiqinə hələ bir neçə ildə yubadacaq. Ümid bəsləyək ki, bu məsələ Azərbaycanda özünü çox da gecikdirməyəcək. Atalar da deyir ki, gecə olsun, güc olsun. Əsas odur ki, abonentlərə sərf edən variantı olsun. Davam edirik. Kəndlinin